Azərbaycan hakimiyyətinin xoşuna gəlməyən cəhətlər varsa, bəlkə özlərinə diqqət etsinlər. Ölkədəki bu korrupsiya, rüşvətə son qoysunlar. Ölkədə öz vətəndaşların hüquqlarını pozmağa son qoysunlar. İnsan haqlarına sayğı ilə yanaşsınlar. Beynəlxalq təşkilatların qarşısında özlərlərinə götürdükləri öhdəlikləri yerinə yetirsinlər. Sizcə, Azərbaycan hakimiyyəti bu deyilənləri etsə, insan haqlarına hörmətlə yanaşsa, demokratiya sayğı ilə yanaşsa, öhdəliklərinə hörmət eləsə, ölkədə tüğyan edən rüşvətxorluğa, korrupsiya son qoysa, kim Azərbaycan hakimiyyətinə hər hansı bir təzyiq göstərə bilər? Kim hansısa bir tənqidi bir söz deyə bilər? Mümkün deyil axı bu. Bu baxımdan hesab edirəm ki, hakimiyyətin bu təbliğatına aldanmaq lazım deyil. Və aldananlara da gerçəkliyi dəqiq izah eləmək lazımdır. Azərbaycan maraqları Müsavat Partiyası üçün, ölkənin həqiqi demokratik qüvvələri üçün ən müqəddəs maraqlardır. Müsavat Partiyası 100 ildir bu maraqlar uğrunda mübarizə aparır və heç bir zaman da bu maraqlardan bir adım da geri çəkilməyib və çəkilməyəcək. Amma hakim rejim özünü qoruyub saxlamaq, davam etmək naminə bu maraqlarla spekulyasiya edirsə, xalqı aldatmağa çalışırsa, təbii ki, biz buna göz yuma bilmərik və göz də yummayacaq. Azərbaycanın gerçək maraqlarından söhbət gedən yerdə bu maraqları bu rejim yox, Müsavat Partiyası və digər demokratik qüvvələr hər zaman müdafiə ediblər və yenə də edəcəklər.